Verilmiş kütləli bir atomlu ideal qaz üzərində təsvir olunmuş dövrü proses aparılmışdır. Hansı hissədə xarici qüvvələrin qaz üzərində gördüyü iş mənfidir? A-nın mənfi olmasını istəyir. Deməli, A-, müsbət olmalıdır. Yəni, qaz genişlənməli, həcmi artmalıdır. Modulca qaza verilən istilik miqdarına bərabərdir. İş istilik miqdarına bərabərdirsə, deməli, daxili enerjinin dəyişməsi sıfırdır. Çünki istilik miqdarı qazın işi ilə daxili enerjinin dəyişməsinin cəminə bərabər olur. Amma bu deyir ki, ancaq buna bərabər olsun, onda bu yoxdur. Deməli, verilmiş kütləli ideal qazda biz izotermik proses axtarırıq. İzotermik prosesdə daxili enerjinin dəyişməsi sıfıra bərabər olur. Biz izotermik genişlənmə axtarırıq. Temperatur sabit qalsın, ancaq həcm artsın. Həcm artırsa təzyiq azalır. TV bərabər RT. İzotermik genişlənmə. Bizim cavabımız 2-dir.